Salam uşaqlar, bugün mən sizə düzbucaqlı üçbucağın düzbucaq təpəsindən median və tənbölən arasında düzbucaq təpəsindən çəkilən median və tənbölən arasındakı alfa bucağının tapılması üçün hamımızın bildiyi düstur, yəni iti bucaqlarının fərqinin yarısına bərabər olduğunu bilirik. Həmin bucağın o düsturun isbatını verəcəm. Burada nəzərə almaq lazımdır ki, x y-dən böyükdür. Və başlayırıq isbata. Və bu isbatı bilmək üçün əvvəla siz bir neçə qaydanı bilməlisiniz. Bilməlisiniz ki, düzbucaq təpəsindən çəkilən median hipotenuzun yarısıdır. Median bilirik ki, çəkildiyi tərəfi yarıya bölür. Əgər bura m-dirsə, hipotenuzum olacaq 2m. 2m və düzbucaq təpəsindən çəkilən median hipotenuzun yarısıdır. Bu hissələrdə də mm düşəcək. Biz buna dərsdə yadınızda uşaqlar möhtəşəm üçlü deyirdik. M. Bax, bu qaydadan istifadə edəcəyik. Düzbucaq təpəsindən çəkilən median hipotenuzun yarısıdır. İndi baxırıq, baxın, bu hissə medianım m-dirsə, həmin qaydaya əsasən buralara da mm yazıram. Daha sonra baxırsınız, baxın bu üçbucağa. Bu üçbucağın yan tərəfləri mm'dir. Deməli, onun oturacağına kiçik bucaqları bərabərdir. Bura y-dirsə, bu hissədə y olacaq. Daha sonra tənbölən bilirik ki, bucağı yarıya bölür. Bir tərəf artıq bizdə bir bucaq alfa plus y-dirsə, bu hissədə alfa plus y olacaq. Çünki bu xətt tənbölən idi. İndi baxırıq hansı üçbucağa. Baxın, mən rəngləyirəm üçbucaqları sizə göstərirəm. Siz bu isbat sualı kimi düşərsə əgər, üçbucağı adlandırıb, üçbucaqların bir-bir adlarını yazmalısınız uşaqlar ki, hansı üçbucaqda nəyə görə hansı bucaqlar bərabərdir. Baxın, bənövşəyi rənglə rənglədiyim üçbucaqda bərabər yanlıdır. Çünki bir tərəfi m-dir, bir tərəfi də m-dir. Oturacağı bitişik bucaqlar x-dir. Digəri hansıdır? X bərabərdir alfa plus y. Çünki oturacağı bitişik bucaqları bərabərdir. X bərabərdir 2 alfa plus y. X çıxılsın y bərabərdir 2 alfa. Biz buradan hər tərəfi 2-yə bölsək, alfanı tapmış olarıq. Doğru cavab. Axı, teorem isbat olundu. Belə bir şey. Maraqlı bir isbatı var.